Badımcanı sevməyənlər belə bu üsulla yoxladıqdan sonra 100% əminəm ki, bəyənəcəklər. Hazırlanması çox asan və sadədir. Beləliklə, bizə lazım olacaq ilk öncə un, suxarı, içinə ədəvaları qarışdırırıq. Daha sonra isə kənarda badımcanı soyaraq doğrayırıq və bir neçə dəqiqə duzlu suda gözlədirik. Kənarda isə gördüyünüz kimi yumurtanı, unu hazırlamışam. Doğradıqdan sonra badımcanları duzlu suda gözlədirik. Daha sonra çıxardırıq, quruduruq və yumurtaya, una bulayırıq. Sonra isə bol yağda qızartmağa davam edirik.